Panirovkamızı hazırladıq. Ətlərimizi marinovka edib dincəltdik. Qısa bir müddət olsa dincəltdik. Uzun müddət olsa daha yaxşı olardı. Aromalı olardı. Panirovkamızı da dadlandırdıq ədviyyatlarla. Və bunu qızğın yağa qoyuruq. Amma gördüyünüz kimi yağ qızıb. Qızğın yağı qoyuruq və sirkələyirik ki, yapışmasın setkaya. Pişirmə dərəcəmiz 150-160 dərəcə idealdır. Səbəbi də çox yüksək dərəcədə temperaturlar bizim işimizi görmür. O zaman üstü qızaracaq, tündləşəcək, amma içi pişməyəcək. Aşağı temperaturda yağı, soyuq yağı canına çəkməyə başlayacaq və içi yağlı olacaq. Bunu da sevmir. Orta dərəcə bizim işimizi görür. Burada fokka qaynamaya başlayacaq yağın içində. Bilin ki, yağ istiliyini alıb pişirmə dərəcəsindədir. Məhsulun pişdiyini necə öyrənəcəyik? Gördüyünüz kimi məhsul aşağıdadır. Yəni, fritin alt hissəsindədir. Yavaş-yavaş üzə qalxdığı zaman, o zaman biləcəyik ki, məhsul pişib. Amma yenə də biz ona aldanmamalıyıq. Biz onu içini yoxlamalıyıq. Termometrlərindən, iynəli termometrlərindən və yaxud da kəsərək yoxlamalıyıq. İndi deyəsiniz ki, çiğ vəziyyətdə niyə aşağıdadır, pişmiş vəziyyətdə yuxarıdadır? Bunun səbəbi temperatur söhbəti var. Temperatur. Bunun içindəki temperatur 20-30 dərəcədir. Yağın temperaturu 160 dərəcədir. İçindəki temperatur da eyni dərəcəyə gəlib çatmalıdır ki, yuxarı qalxmalıdır məhsul pişdikcə. Səbəb budur. Temperatur. Bu işin fizikasıdır. Yenə edirik. Azaldaq. Pişmə dəqiqəsi təxminən istədiyim bir şininsenin 200 qramlıq bir şininsenin pişmə dəqiqəsi, yəni 2 sm qalınlığında bir şininsenin pişmə dəqiqəsi aşağı yuxarı 6-7 dəqiqə arasıdır. İstədiyimiz kıvamı alma dəqiqəsi. İndi bəzən ola bilər ki, yüksək dərəcədə temperaturda yağ isinmiş ola bilər. Ya yağın soğumasını gözləməliyik. Ya da ki, dediyim kimi, bu vəziyyətdədirsə, bunu biz kənara alacağıq. Tam pişməyibsə, bu şəkildə mən sizə işin prosesi öyrədirəm. Kənara aldıq. Hər zaman salfetkanın üstünə almalıyıq ki, artıq yağı salsın salfetkanın üstünə. Yağı soğutmalıyıq. Yağı necə soğuda bilərik? Dərəcədən aşağı saldıqdan sonra yağın qızma prosesi dayanır. Biz yağı soğutmaq üçün soyuq məhsulu yağın içinə də əlavə edirik. O zaman yağın dərəcəsi yavaş-yavaş enir. Bu şəkildə.